Salam dostlar, bugün biz Roblox oynuyoruz. Roblox'taki Parkour or Die oyununu oynayacağıq. Bir də Color or Die. Belki onu oynamadıq, Color or Die. Bir dəqiqə deyəcəm. Bəlkə. Burada olmalıydı. Birinci Parkour or Die oynayacağıq. Ondan sonra Build or Die oynayacağıq. Ondan sonra isə 99 In the Forest'i bəlkə oynadıq. Birinci Parkour or Die, sonra Build or Die, sonra Brookhaven'a girərik. Çünki 99 gecəni ikinci partda oynayacağım. İndi başlayırıq Parkour or Die'ya. Girdik. Eğer siz benim sesimi eşidirsinizsə, qulaq asın. Burada öldürürlər. Yəqin ki, siz Roblox oynayanda bu oyunu görmüşsünüz. Eğer görməmişsinizsə, yazın Parkour or Die. Kaçanlar kazandı. Bakın bu mənə. Mənim Robux'um yox sadəcə. Burada fikirləşə basmalar deyəm. Biz məcbur özümüz gedirik. Yəni biz qazanırıq. Bakın bu mənə. Gördük. Burada ses çok olabilir çünkü burada bazı şeylere basırlar, eləyirlər. Ona göre belə olur. İndi yenə biz kazandık. Çünkü düşünmədən basırlar ve o getməmişdən qabaq basırlar deyə belə olur. Yani aslında hamısını öldürməlidirlər, amma öldürə bilmədikləri üçün belə eləyirlər. Eğer siz de Roblox oynamak xoşlayırsınızsa, kanala abone olun, videonu likelayın. Bakın indi mən killer oldum. İndi hamını öldürmeye çalışıram. Yine aha getdi. Şimdi bunlar gedəcək. Bunu öldüreceğim. Tamam, öldüremedik. Olsa o işe yarayan bir şey değil. Ona göre. Şimdi bu geçse onu öldürebiləcəyik ama öldürebilmedik. Şimdi 4 nəfər qalıb, onları öldürebilsək əla olacaq. No. Bunu özüm elə bastım.
Prosta işe yaramır yani. Bu bombadır, o böyle vururlar. Biri geçti, 2 nefer kaldı. 2 nefer de öldürsem çok güzel olur. Gidin. Korkularından hepsini gelebilmiş. Yani korkular ki öldürecek bizi falan filan. Aha, hiçbir seçebilmiş. Burada vuracağım onu yıldırımla. Vurabilmedim. Bu da suda işe yaramış. Yarayan bir şey değil yani. Ona göre geçtik. Hiç olmaz yani. Bu yani normal bir şeyler verirler ki onları öldürebilir. Ona göre yani de ben 2'm yukarıda kalır. Bakın bu 2'yim. Ona göre bunu böyle. Yine hoplandım kaldım yok. Gördüğünüz gibi ölmürəm. Ben hiç çok ölmemişim bu oyunda. Öldüklerim zamanlar olup. Yani bunu bakın boş-boşuna ata gelir. Yani bunun mənası yoxdur. Bir nəfər insan arkada dayanıb da baxın onları ata gelir. Yani bunun mənası yoxdur. İnsanlar gəlsin sonra öldürürlər. Sonra insanlar kazanır, ondan sonra deyirlər, kazandılar, oh my god, wow. Hiç bakın benim hiç kim kazanabilir. Gerçi ben kazandım. İndi belki 99 nəticə girdim. Çünkü benim məktəb dostum buradadır. Baxın qabağımda durur. Onunla belki 99 gece oynadım. Siz benim sesimi eşitmeyebilirsiniz. Çünkü burada oyunun sesi var. Ona göre. Kutuma kutu. Ben həmişə oyun oynayanda mesela mahnı oxuyuram. Hər hansı bir iş görəndə mahnı oxuyuram. Yani burada sonra deyirlər cringe. Ben de dediğim videolar paylaşıyorum Roblox hakkında. Çünkü aboneliklerim çok az olduğu için abone olmurlar ve ona göre böyle kalıram. Yine bir nefer öldü çünkü beyinsizdiler, düşünmürler. Bu arkası iyice geçmek olar ama ben gitmiyorum. Gördünüz nece alladılar. Aha, benim məktəb dostum bastı. Hal aldım. İndi bunları seçeceğim ben. Burada. Teşim ben seçmirəm doğrusu. Bunu bütün insanlar seçebilir. Ben bunu seçeceğim. Çünkü o daha yaxşıdır. İndi yay tətillərdə deyə biz görüşürük məktəb dostlarımızla. Demişlər piknik olacaq, o da olmadı. Belədir. Yəni heç kim qorxusundan gələ bilmir ki, öləcəklər, nəsə olacaq, nəsə problem olacaq, filan. Yani Felix. Aha, Star 109 Felix. O benim məktəb dostumdur. Qabaqda mənə Allah çalışan baxın o. Yani ben istəmirəm o ölsün çünkü o mənim məktəb dostum. Aslında məktəb dostum olsa belə yine de onu öldürmeye çalışacağım. Çünkü onun belə bir şeyi yok. Aha, Felix ölmeyi belki. Bakın, qabaqda
Roblox'daki qız. Baxın, Star Felix 143 yazıb. Star Felix 3 öldü. Bir nəfər qaldı. Onu da öldürsəm, indi mən qazandım. Gördünüz, baxın belə düşünməklə bunu hamısını öldürə bilərəm. Heç ora qədər çatmamışdı. Yəni bir dənə round qalmışdı da. Onu da eləsəylər, mənim üçüm niyə əslində killer qazananda yəqin elə olmuş. Yəni maalesef. Mən killer olmaqdan heç xoşum gəlmir. Çünki orada mənə xal vermirlər. Ona görə də heç kimə xal vermirlər. Təkcə mənə yox. Heç kimə xal vermirlər. Ona görə də belə qalır. Həmçə kimdən. Baxın. Öləndə də oynaya bilmirəm. Baxın, onlar oynayırlar, mən qalmışım. Oyuna salın da denəm mən. Məni oyuna salmırlar, problem bundadır. Məni oyuna salın. Qardaş, məni oyuna salın. İndi mən çıxıram bu oyuna, girirəm Build or Die oyununa. İndi bu nədirsə belə öz-özünə salır. İstəmirəm salsın. Görə belə çıxdı. İndi bu Trade Squishy Dumplings'da girə bilərəm, amma mən sizə demişdim, ona görə də girirəm Build or Die oyununa. Burada lava olur, sonra qar topu olur, yağış olur. Yağışın yerinə şeylər gəlir. Belə iynə kimi şeylər gəlir. İynə kimi bir şeylər gəlir. Burada biraz qəbullar atın çünkü bir Robux'lu insanlar o arada olur Robux atır öz-özündən, ona görə belə. İndi burada gələcək qar topular gələcək, ona görə ev qurmaq lazımdır. Biz hündürləşə də bilərik, baxın belə. Peki. Ay. Hündürləşib yuxarıda ev qura bilərik. Baxın, belə qursaq yetərlidir cəmaət. Ev qurur, yəni ki, bu mənasız bir şeydir də, yəni bunu neyinirsən şey eləməyə. Mənim məktəb dostum bilmir video çəkdiyimi, ona görə belə narahat qalır, ona görə məni də çağırır oyuna ki, gəl oynayaq. Mən buradan pəncərəm var. Burada bir şey qoymaq istəyirəm. Vaxt az qalıb, ayda çatmadım. İndi göydən düşəcək, məni əzəcək, yəni çatdırmadım bunu eləməyə. Ona görə, yəni baxın, əzir. Mənim bir kubikim getdi. Buradan vurur. Məncə dəyməyəcək də. Ayda 2 dənə dəydi, 3 dənə dəydi. 3 dənəsi dəydi. Mənə hələ ki 3 dənəsi dəyib. 1, 2, 3 dənəsi. 4 oldu. Ama bence çok az olacak çünkü bunu yani dəyə bilər də, yəni çünkü şeydir. Bu yukarıdan axır. Yani qırma ehtimalı yoxdur da bütün evi. Yəni bu nə aşa bilər, nə bir şey ola bilər. Amma onun evi niyəsə aşdı, bilmirəm niyə. Baxın, gördünüz, qazandıq. Bəziləri qazanmayıb, bilmirəm niyə. Yəni mənim yanım oyunuma Viola girdi. Tanımıram.
tanıyıram, sadəcə şeydir. Belə məktəb dostum falan deyil. Ona bir dostluq atdım çünki Roblox'u var. Nə tsunami gələcək. Tsunami ya tsunami hələ deyirlər. Biz həmişə belə eləyirik uşaqlarla hamısı ilə. Ondan sonra onlar ev qururlar. Niyə bilmirəm. Tsunami çünki gəlir evi qırır. Yəni onun mənası yoxdur. Mantıqlı bir düşünün də, deyiləm. Şu məndə dayı getmir. Geldi tsunami. Bakın onlar da bitiştirmeyip çünkü hamısı birbirine bitiştirende kırılma ihtimali olmuyor. Aslında bu tsunami de kırılmıyor ama yine de şimdi biz yere düşebiliriz. Çünkü daha tsunami gelmeyecek, ona göre düşebiliriz. Çünkü daha tsunami gelmeyecek. Yine ben düşünürəm ki lava olacaq. Çünki həmişə birinci qartop olurdu, sonra lava olurdu. Sonra tsunami olurdu. Ondan sonra lava olurdu. Onda baxın indi lava gələcək. Yox, yağış gəldi. Çünki həmişə əslində lava gəlirdi, amma indi niyə belə olur bilmirəm. Ben böyle kurgu eləmək istəyirəm. Belə bir şey. Amma səliqə ilə eləmirəm heç vaxt. Yəni mənası yoxdur. Neyinirsiniz baxın. Düzəmirəm. Bunun belə mənası yoxdur. Önemli bir şey deyil. Bunun bir də başı oldu bəsdir. Buradan düşəcəm rahat. Baxın bu özü vicdi eləyir. Şimdi bunu hər tərəfini bağlayacağım. Çölə çıxa bilməsin. Mən də buradan mən özümə eləyəmədim. Dəqiqə. Çox bic. Belə qızdı ona görə. Buranı da bağlayır özüm üçün də. Çünki belə çıxmaq mümkün deyil. Mən tabii ki də ilişib qalmışam, tərpənmişdim. Aha baxın çıxa bildim. Şimdi ben burada kalacağım ki. Böyle kalacağım. Şimdi orada deşikler açılacak ve oraya girebileceğim. Yani ben burada tecrübede kalmadım. Çünkü ben o yağış değerler. Ona göre ben burada kalmıram. İliştireceğim özümü buraya. Yani yağış bana hiçbir şey edebilmez. Bakın girdik. Gördün mü? Kimse öldü, kimse yağış değil. Ölmek istemem. Kazananda da aslında hiç ne olmuyor. Viola bence çıktı oyundan çünkü. Bilmiyorum ya. Bu çok geçek kızdı. Bu da çok geçek kızdı. Bence bu daha geçek. Diyen hansı geçekse böyle çekil. İndi lava gelecek inanın. Gördünüz mü? Yani ben yekə bir şey qurmalıyam ki lava olanda biraz şey olsun. Çünkü lava aşırdır axı çox şey. Ona görə bunu eləmək istəyirəm.
yere yıxılsam biabır olacağım. Baxın, onlar səhv eləyirlər. Onu tam başa qədər eyni, yəni düz eləyirlər, ondan sonra da ölürlər. Yəni mən belə eləyirəm ki, oradan dəysə ölməyək də, yıxılacaq, üstündə dayanmaq olacaq. Yəni bu belə bir mantıqla düşünmək olar da. İndi mənim şeyim açdı. İndi mən də bu üstündə rahatcana dayana bilirəm. Gördünüz? Getdik. Baxın, onlarki açdı. Elələr və dayana bilmir. Baxın, çox uzundur deyə ilişir qalır. Amma lava qalxdıqca o yıxılır. Baxın, bunun da şeyi var. Görürsünüz. Bu, yəni belə olanda gəlirlər mənim şeyimə dururlar. Həmişə. Amma mən də yox, mən özüm öləcəm. Öz lotkama getməliyəm mən. Çünki mən bu zaman biz lotka qurmalıyıq. Baxın, 1, 2, 3, 4 nəfər qalır. Yəni bunu belə altdan eləyib baxmaq olur ki, aha, bir nəfər altdadır. Yox, mən də öləcəm. Bir nəfər kimi isə altda qalmışdı. Gördünüz, kazandık. Yəni bana belə düşünməklə eləmək olar da yəni. Sen biz hamımız belə hoplanaraq birbirimizin başından indi kartopular gələcək. Tən ortada ev quracağım. Baxın, ağzıma gələn kimi qururam da yəni. Çünki bu mənası yoxdur. Çox qurdum. Qaldı. Yedişdim çocuk. Baxın, özləri qurmurlar. Gəlirlər buradan mənə eləyirlər. Ki sən belə eləyirsən səhəliyim. Mənim başımın üstündə biri dayanır. İndi mən buradan çıxa bilmirəm. Mən səhv elədim. İndi o qıracaq, gələcək. Bunu belə eləyək. Çıxdım. Elələr var, birləşib qururlar, amma mən tək qururum. Yəni o birləşib mənası yoxdur da. Yaxşı ev qurmalısınız ki. Bitdi, indi gəlir. Görün, mən burada dursam belə, yəni mənə heç nə olmayacaqdır. Baxın, belə dayanıram. İndi yəni burada hiçbir şeyin mənası yoxdur. Görək kim oynadı, parkur orada. Burada indi mənə Brookhaven maraqlıdır, çünki burada təzə bir şey çıxıb. Baxaq görək. Minyonlar çıxır, çünki gündə bir şey çıxır da, yəni Brookhaven'da gündə bir şey çıxır, gündə bir şey. Brookhaven. RP. Zəhmət olmasa kanalıma abunə olun. Çünki mən çox istəmişəm ki, mənim heç olmasa 100 nəfər abunəçim və yaxud 1000 nəfər abunəçim olsun. İndi mənim stilimə baxın. Baxın, bu mənəm. Biraz tez gedək, çünki ora baxmaq istəyirəm. Wow. Minyonlar yoxlamalıdır. Yox. Məni götürdü.
Belə şey olur mu? Məni götürür, belə fırladır. Bu nədir baxın. Burada çox şeylər var, amma çox maraqlıdır. Yəni burada bunu döndürmək olur məncə. Məncə yox olmur. Amma maraqsızdır ya biraz. Mən ən başa çıxmaq istəyirəm çünki orada çox maraqlı şeylər olur məncə. Çünki nə deyə bilərəm? Yəni maraqlı bir şeyler olur. Ondan sonra belə qalxacağam indi buradan. Oradan hoplanacağım. Burada çalışacağım. Ora hoppamaq mümkün değilmiş. Hoppananlar hoppanabilir, hoppanabilmeyenler hoppanabilmir. Burada yani ev kururlar güya minyonlar. Bu da neredeyse böyle bir şeydi. Tanım. Yani ben minyonlar gelmiş burada. Bakın televizyon. The minions are back with a touch of mystery. Burada ayak oldu. Oy. Piñata, carbonara, lasagne. Multfilmini çok seviyorum ben. Orada neredeyse böyle arsa azaltmak hakkında. Aa ben dalım da gelmiş ya bunlar. Yok. Aa. İkiler gelmiş şey. Yok istemiyorum. Brookhaven'da artık bence çok adamlar oynamır. Ay oynuyormuş. Oy daha ne kadar adam var. Bunu qəbul edək, bunu qəbul edək. Çünki istəyirəm mənim biraz çok varlı insanlar olsun ya. Saçtım. Ay. Mən komment yerini açmadığım üçün orada yaza bilmirsiniz heç bir şey. Çünki icazə vermirəm. Açanda da retki açıram. Mesela belki bu videoda açtım. Yani bu oğlanı tanıyıram. Ama bu yani çok sırtıq bir oğlandı da. Dediğim. Bu da dans ediyor. Hepsi aləmində. İndi Brookhaven'a baxdım. İndi mən çıxım girim. Bilmiyorum nasıl oyuna gireceğim. Çok bir şey eləyib özünü. İndi mən də özümü düzəldim. Paltarımı birinci değişmek istəyirəm. Burada hansı paltar eləyə bilərəm? Burada bu var. Ha bu qəşəkdir. Yəni mən saç yerinə heç arada olur yazıram yani hairs yazıram. Çok güzel saçlar çıxır. Hala bu şey olacak. Böyle. Aha. Bu olmasa yok bence o daha qəşəkdir. Bu təzə çıxıb bu saç modeli. Bu. Burada üzümü de değiştirmek istiyorum ama üzümü değiştireyim koyun. İstəyirəm bu olsun. Çünki moddadır yani bu üz. Açkim var. Mən orada belki pressing elədim. Aha pressing. Yox bunu eləməyəcəm. Bunu eləyim. Xeyr bunu deyim. Bunu eləyəcəm. Bir dəqiqə bunu. Bu açkini ləğv eləyim. Bunu qoyayım. O güllü de istemiyorum. Çünkü orada ben bunu kim koydu? Ay bala bunu kim koydu benim başıma?
Aha bu. Belə sonra burada papaq yerində bəlkə gül qoydum ora. Çünki qəşəng görünür də orada gül. Bu yox, bu yox. Peki gül tapsam orada flower yaza bilərəm əslində. Qutuma qutu. Hansını qoyum görəsən? Bu ağa qoysam necə yaraşar? Heç görünür denən. Görünmür. Gül koymasam da olar. Burada da elə olur. Bu ağa koymaq istəmirəm. Çünki mən belə şeylər qoymağı çox sevirəm. Yəni yalan deməyim. Yəni burada mesela oh my god. Bu təzə çıxıb baxın bu. Bu squishy trade'lər eləyirdilər. Ondan çıxıb. Yəqin ondan düzəldiblər. Çünki əvvəl o yox idi. Ona görə bilmirəm. Yəqin ayağının altında. Qaranı koymaq. Qaranı koydum. Aslında bunu da koyabilirim. Niye görünmedi? Bu da qəşəngdir. Mənim lookum budur, baxın. Dırnaqlarımı da French'dən çıxartmaq istəyirəm. Orada French yazıram. French yazmıram. Qara şey dırnaqlar. Nails. Orada nailslar gəlir. Dırnaqlar gəlir. Dırnaqlar çıxmadı. Yəqin bunda da. Ya bundaydı. Dəqiqə. Geldi. Bakın. Aha buradaymış dırnaqlar. Niye gelmedi? Yok yok yok. Aa ben birinci dırnaqlarını ayaq verməliyəm. Şuradakı. Bu dırnağı qoya bilərəm. Niye gelmir anlamıram. Yok yok pisdir. Belə normal dırnaqlar olsun istiyorum. Buna baxaq. Aslında dırnaq olmasa da olar. Bunlar yaxşıdır. Yaxşıdır. Bu mənim outfitim, yəni lookum budur. Sonic'di, Rus yığıcı. Rus. Baxın bu qızın lookuna baxaq. Çünki wow, çox qəşəngdir. Amma mənimki ondan da qəşəngdir. Çünki mən həmişə çox gözəl looklar düşünüb eləyirəm. İndi bu oyundan çıxıram. 2 saat oynadığıma baxacağım. Hələ 33 dəqiqə oynamışam. İndi bilmirəm hansı oyun oynuyor. Çünki burada bu oyunu Barry oyununda oynaya bilərəm. Ama istəmirəm. Girirəm. Baxın bu oyuna. Aslında maraqsız bir oyun olabilir ama yenə də girirəm. Maraqsız oyun ola bilər. Beni qalxızmalıdır o.
benimle niye oynar, ben anlamıyorum. Bu kimle oynayacak denen. Oynamasın yani ben için. Burada bir kız gördüm. Bu götürmüş. Ne eləyir? Bu özü gedir.
Ha 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 ha. Ya ya. No 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 no. No no. Oh no no. No 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 no. No he do do do. No he no do do he do. Hehehehe. Oh. Alo Zahra, telefon numaradı. Biz bu oyunu oynadık, indi bitirdik. Ona göre de sağ olun.